təqaüd məncə heç nəyə bəs eləmir də. Yəni metronun 60 qəpik olduğu bir yerdə yaşayırıq. Bir tələbə tutaq ki, 2 avtobus 2 metro dəyişib gəlsə, onun aldığı təqaüd heç yol puluna bəs eləmir. Uzun illərdir tələbələr arasında ən aktual problemlərdən biri iş tapa bilməməkləridir. Nə təqaüdləri onlara yetir, nə də düzgün part-time iş tapa bilirlər. Bugün isə tələbələrlə sorğu keçirdik. Gəlin görək onlar bu barədə nə düşünürlər. Tələbəsiz? Bəli, İşləyirsiniz? xeyr. Sizcə nəyə görə Azərbaycanda tələbələr iş tapmaqda çətinlik çəkirlər? İkincə part-time işlərinin azlığı səbəbindən Azərbaycanda hal-hazırda tələbələr heç bir iş tapa bilmirlər. Heç bir deməyə, yəni müəyyən bir qədər iş tapa bilmir. O da nəyə görə? Çünki verilən maaş, part-time-a verilən maaş qane eləmir. Yəni o həmin pulla hal-hazırda Azərbaycanda heç eləmək mümkün deyil. Buna görə də tələbələrin çox işsizdir. Üstə gəldik ki, yəni müəyyən təcrübə proqramları var ki, heç olmasa həmin təcrübə proqramlarını pullu eləsələr, müəyyən qədər bir ödəniş verilsə tələbələrə daha yaxşı olar. Yəni hamısı pulsuz tələbələr sadəcə gedirlər, hə məsələn təcrübə proqramına gedirlər. Ondakı müəyyən bir limit qoyurlar. Heç hamısı gedə bilmir. İstəyən hər adam gedə bilmir. Ona görə də çox adam işsiz qalır. Part-time işi bizə daha uyğun olur deyə part-time işi ilə maraqlanırıq, amma əmək haqqı olaraq bizə uyğun gəlmir. Ya da elə vaxtlar olur ki, full yəni olur vaxtı. Yəni ona görə uyğun gəlmir bizə. Çətinlik çəkdiyimiz dedikləri maaşlarla məsəl üçün 12 saat iş çəkmək, 12 saat işləməklə 15 manat maaş üst-üstə düşmür hal-hazırda. Ona görə iş tapmaqda çətinlik çəkirik. Bəs təqaüdlə dolana bilərsiniz? Təqaüdlə hal-hazırda belə bir şey deyim sizə. Məsəl üçün 98 manat stipendiya verirdilərsə bizə, mənim də 110 manatlıq kəsirim varsa, necə dolanmağımı gözləyə bilərsiniz? Hal-hazırda 12 manat yerdə itirdiyim pul var. Ki, part-time işlər tapmaq olmur. Tələbələri çoxu qəbul eləmir. Məsələn üçün bəzi şirkətlər var, mollarda falan. Deyirlər ki, tələbələr işləməsin. Yəni çətinlərimiz bunlardır. İstəyərdim ki, part-time işlər çoxalsın, biz də işləyək də pul qazanaq. Tələbələrin şikayətindən sonra mövzu ilə bağlı mütəxəssis rəyi almaq üçün təhsil eksperti Elmin Nuruzadəyə müraciət etdik və onun fikirlərini öyrəndik. Şirkətlərdə tələbələrin qarşılaşdığı bu problemlə bağlı maraqlı ilgilənməli olan və bu problemi aradan qaldırmalı əsas obyekt karyera mərkəzləri olmalıdır. Mən bildiyim qədərilə xüsusən də paytaxt universitetlərinin az qala hər birində karyera mərkəzləri var. Onların nizamnaməsində, proqramında həyata keçirilməli olan vəzifə öhdəliklərinə aid olan əsas məsələlərdən biri də deməli tələbələrin əmək bazarı ilə inteqrasiyasını təmin etmək, onları iş obyektləri ilə işə götürənlərlə münasibətlərini tənzimləmək və bu istiqamətdə tələbələrə ciddi şəkildə yardımcı olmaq.